Məndən küsmüş uşaqlığım. Leyla Kərimova. Qapının zəngi çalındı. Qaçıb tələsik qapını açdım. Gələn dayım idi. Amma tək deyildi. Qucağında balaca bir qız uşağı ilə gəlmişdi. Onlar içəri girib evdəki qonaqlara qarışdılar. Mən uşaq olanda dayım vətəndən uzaqda işləyirdi. Qaydanda gəlişi həmişə toy bayram olardı. Heç kimi yaddan çıxartmazdı, hamıya gözəl hədiyyələr gətirərdi. Amma aradan illər keçmişdi. Artıq mən uşaq deyildim. Dayım da yaşlanmışdı. Bu dəfə bizə hədiyyə əvəzinə balaca qız uşağı gətirmişdi. Nədənsə heç kim bu uşağın kim olduğunu soruşmadı. Onun təxminən 3-4 yaşı olardı. Bədəni arıq olsa da, üzü girdə olduğundan çox şirin görünürdü. Qısa dağınıq saçları üzünə tökülürdü. Yaşının kiçik olmağına baxmayaraq, elə bil hamını tanıyırdı bu uşaq. Elə bil qanlı müharibələrə, nəsil dəyişmələrinə şahid olmuşdu. Elə bil dünyanı dərk eləmişdi. Elə bil daxildən böyümüşdü. Evdəkilərdən kim ona yaxınlaşırdı, mehribancasına gülümsəyib etiraz etmədən qucağına gedirdi. Mən də elə hey fürsət axtarırdım ki, yaxınlaşıb onu qucağıma alım. Ətrafında fırlanıb nəvaziş göstərməyə çalışırdım. Amma o sanki məni görməməzliyə vururdu, yox imişəm kimi davranırdı. Onun diqqətini cəlb etmək üçün bizdə olan bütün vaxtı onu izlədim. Bir ara divanda tək oturduğunu gördüm. Tez yaxınlaşıb divanın qarşısında əyilib oturdum. Soruşdum. Mənim üçün heç darıxmamısan? Qısaca yox dedi. Daha heç nə demədim. Mən bu balaca qızı tanıyırdım. Bir vaxtlar şən, şıltaq, güclü, cəsarətli, gözləri par-par işıldayan, həyat sevər və xoşbəxt uşağı lap çoxdan tanıyırdım. O məndən küsmüşdü. Çünki mən ona xəyanət etmişdim. Verdiyim sözləri yerinə yetirməmişdim. Onun xəyallarını, arzularını gerçəkləşdirməmişdim. Mən bu balaca qızı tək buraxıb qaçmışdım. Onunla birgə mübarizə aparmamışdım. Deməli, mən onu yetərincə sevməmişdim. O, bu qısaca yox cavabı ilə məndən tamamilə üz döndərmişdi. Axı mən cəsarətli, acizliklərlə barışmayan, ədalətsizliyə yox deyən, həmişə öyrənən və öyrədən, idarə edən, özünə güvənən biri olacaqdım. Mən isə bütün çirkinliklərə göz yummuşdum, susmuşdum, acizləşmişdim. Mübarizəni dayandırıb sanki barışmışdım. Hətta bu balaca qız belə bunları görmək istəmirdi. Bu balaca məndən küsən qız uşağı mən idim, özüm idim. Bu mənim məndən küsmüş uşaqlığım idi. Mən ümid edirəm ki, biz onunla bir də görüşəcəyik və o məni gülümsəyərək qarşılayıb bərk-bərk qucaqlayacaq.